Bir şey paylaşıram. Yazırlar ki, mən sizi 40 bilirdim, mən sizi 45 yaş bilirdim. O biri deyir ki, ay bu nədir? Opanır düşür. Bu nədir? Bilmirəm, uşaq kimi davran. Mən niyə telefonu yaxına gətirmişəm? Siz hər zaman deyəcəksiniz. Daha doğrusu qəlbinizi qırmaq istəmirəm amma layiqsiz. Hürəcəksiniz. Mən isə yaşayacağam həyatı. Yaşamaq o demək deyil, lüks yaşayacağam. Yox. Acımı da dolu-dolu yaşayacağam. Xəstə olanda da, üzüntümdə də dolu-dolu yaşayacağam. Xoşbəxtliyimi də, əyləncəmi də, balamla gözəl günlərimi də, gecə-gündüz işləməyimi də dolu-dolu yaşayıram. Siz öz halınıza yanın ki, həyatınız gedir. Bir dönün baxın. Sizin də yaşınız keçir. Mən inşallah 40-a da gələcəm. Allah nəsib etsə təbii ki. 45-ə də gələcəm. Sizin həyatınız çürüyüb gedir. Ay bədbəxtlər. Mən yaşayıram həyatı. Yəni dolu-dolu yaşayıram. Çətinliklərimlə, xoşbəxtliyimlə, güclü olmağımla, savaşımla, kimsəyə boyun əyməməmlə. Mən dolu-dolu yaşayıram və belə də örnək olmuşam insanlara. Və məni sevənlər, sevməyənlərdən 1000 qat çoxdur. Amma sizin də bu çuxurda çürümənizi istəmədiyim üçün hər dəfə zaman bulduqca belə şeylər paylaşıram ki, bəlkə o içinizdə o zəlzələ olsun, özünüzə gələsiniz ki, abala, biz niyə tanımadığımız insanlara paxıllıq edib söz atırıq, negativ şeylər yazırıq. İndi deyəcəksiniz ki, sosial media istifadə edirsənsə, hazır olmalısan. Xeyr, kimsənin həddinə deyil mənə pis söz yazsın. Mən sosial media istifadə edirəm deyə söyəcəklər deyə bir şey yoxdur. Söyərlər, qarşısında cavabını da alarlar və heç çəkinmərəm. Hər kəsə cavab verməyi sevmirəm, özünüz görürsünüz. Hərdən biri qırmağıma ilişir, onu biabr eləyirəm. Ondan sonra sakit qalır, çəkilir kənara. Mənimlə işiniz olmasın. Mən sakit duraram. Biriniz qırmağıma ilişərsiniz, onda da geri çəkilmərəm. Etməyin. Hər birimiz birimizə dəstək olaq. Gözəl söz demənizə ehtiyac yoxdur. Mən onsuz da özümə güzgüdə baxanda gözəl sözlər deyən bir qadınam. Kimsənin gözəl sözünü indiyə qədər illərdir, daha doğrusu əvvəllər gözləyərdim. Ona görə həyatımı çarçur etdilər. İllərdir öz ruhumu hiss etdiyimdən bəri aynada özümə gözəl sözlər deyirəm. Özümü gücləndirirəm. Sən uğurlu bir qadınsan, sən gözəlsən və bunu da görürəm. Sizin mənə bir şey deməyinizə gərək yox. Gözəl sözlər deyirsinizsə, o da sizin qəlbinizin gözəlliyidir. Pis sözlər deyirsə, o da sizin çürüklüyünüzdür. Çünki mən insanlara pis örnək olacaq bir şeylər paylaşmıram ki, sizə haqq verim ki, bəli, mən belə paylaşıram deyirlər də. Xeyr, mən əgər hər hərəkətimə fikir verən bir qadınamsa, quru-quru yaşamıramsa, odun kimi yaşamıramsa, onun bunun paxıllığını çəkmirəmsə, onun bunun xoşbəxtliyinə baxıb içimdə əsəbləşmirəmsə, ancaq balamla gözəl şeylər, öz ixtisasımla əlaqəli bir şeylər paylaşıb insanlara biraz da olsa gülücük bəxş edə bilirəmsə, sizin kimilərin həddinə deyil ki, məni əzəsiz. Əzərsiniz də, mən də sizi söymək mənə görə deyil, kül edib keçərəm. Yəni bir şey yazanda, baxırsınız ki, heç bunun heç günahı yoxdur. Gülür, danışır balasıyla, həyatını insanlara bir örnək olmağa çalışır, gücü yetdiyi qədər. Və ona rəğmən pis söz yazırsınızsa, bu sözümü ağlınıza gətirin. Siz hürərsiz, sürünərsiz, mənim kimilər yaşayar. Dolu-dolu həyatı yaşayar. Və zaman gələr, siz geriyə baxanda it kimi peşman olarsınız. Mənim kimlər geriyə baxanda nə yaşadım, amma dolu-dolu yaşadım deyər. Evet, bugünkü proqramımızın sonuna gəlmiş bulunuyoruz sayın seyircilər. Sevirəm sizi, öpürəm. Gülümsəyin.